Bəzi Çin maşınları kimi səhər yatıb axşam durub bir model istehsal eləmirdilər ha. Bu mühəndislik var idi burada. 20.000 manat verib 25 illik bir performans gözləməyin. Səni bugün bu videoda vsyo yıxdım, sürüdüm. Bu müqayisə həqiqətən də ədalətsizdir. Mən gəmi sürəcəm. 103.000 kilometr getmiş bir BYD gətirmişik bura. Sən olsan 2 dənə maşın var. İndi deyəcək hansını alarsan. Hansını alarsan? Bu avtomobilin hal-hazırda 15.000 manat yenə də qiyməti var. 500 at gücləri, 400 at gücləri havada Amma bu oynayır. marketinqdir. Mənim bugün 4 gözlə BYD-nin komplektasiyasını danışmam mənim necə ki yersizdir. Bir dənə Range Rover-də görmədiyi rahatlığı axtarır. İndi istəyirsən? Var, həqiqətən də var. Doğrudan var ha. Bəhruz Çin maşının sükan arxasına əyləşməkdən imtina elədi. Bunu çək. Bir müddət sonra bu dörd gözlərin də artıq detalları belə deyək yox olmağa başlayacaq. Müəyyən yağan da yəqin ki zik tökəndə bura. Bəzi Çin maşınları kimi səhər yatıb axşam durub bir model istehsal eləmirdilər ha. Bu mühəndislik var idi burada. 20.000 manat verib 25 illik bir performans gözləməyin. Səni bugün bu videoda vsyo yıxdım, sürüdüm. Bu müqayisə həqiqətən də ədalətsizdir. Mən gəmi sürəcəm. 103.000 kilometr getmiş bir BYD gətirmişik bura. Sən olsan 2 dənə maşın var. İndi deyəcək hansını alarsan. Hansını alarsan? Bu avtomobilin hal-hazırda 15.000 manat yenə də qiyməti var. 500 at gücləri, 400 at gücləri havada oynayır. Amma bu marketinqdir. Mənim bugün 4 gözlə BYD-nin komplektasiyasını danışmam mənim necə ki yersizdir. Bir dənə Range Rover-də görmədiyi rahatlığı axtarır. İndi istəyirsən? Var, həqiqətən də var. Doğrudan var ha. Bəhruz Çin maşının sükan arxasına əyləşməkdən imtina elədi. Bunu çək. Bir müddət sonra bu dörd gözlərin də artıq detalları belə deyək yox olmağa başlayacaq. Müəyyən yağan da yəqin ki zik tökəndə bura.